Hər kəsə salam. 12-ci sualın izahına baxaq. 12-ci sualda bizə ion verib. X2 müsbət. Görürük ki, yükü müsbətdir. Əgər müsbətsə demək ki, bu kationdur. Protonların sayı A-dır. Protonun yerini biz burada qeyd edirik. Protonu A-dır. Neytron da bura yaza bilərik. Elektron sayısı C-dir. Elektron C-yə bərabərdir. İndi bizə nə istəyir? İon üçün hansı münasibət doğrudur? Biz bilirik ki, neytral halda yalnız proton sayı elektron sayına bərabərdir. Amma artıq ion halına keçibsə, elektron sayı proton sayından fərqli olur. Demək, onda biz bunun elektron sayını tapaq. Elektronu tapanda proton sayını yazırıq. Yükü də əks işarə ilə üzərinə gəlirik. Yəni olur A-2. Yəni, neytronumuz elə B-dir, protonumuz elə A-dır, elektronumuz isə oldu A-2. İndi biz burada baxsaq. Elə bu verilənlər əsasında seçək. Demək, deyir ki, C bərabərdir A. Bizdə elektron sayını C-yə bərabər eləmişdi, amma biz tapdıq ki, C A-2-yə bərabərdir. Ona görə bu səhvdir. A bərabərdir B bölünsün 2. Xeyr, yəni proton A-dır, neytron B-dir. Yəni burada belə bir şey mümkün deyil. C bərabərdir A+2. Biz tapdıq ki, C bərabərdir A-2. Elə bu da olacaq D variantında.